Ötən günlərin birində ilk dəfə olaraq İsveç masası hazırladım. Əslində çoxdan düşündüyüm bir şeydir. Həm də fikirləşirdim ki, görəsən necə olar? Qonaqlar belə bir masanı necə qarşılayarlar? Heç İsveç masası, yəni açıq bufet, bilirsiniz necə yaranıb? Deməli 16-cı əsrdə İsveç zadəganları evlərində verdikləri ziyafətlərdən qonaqları qarşılayanda müxtəlif qəlyanaltıları böyük bir masaya düzülmüşlər. Qonaqlar da bu masadan istədiklərini götürürdülər. Əvvəllər əsasən soyuq qəlyanaltılar qoyulurdu, sonradan isə isti yeməklər də əlavə olundu. 18-19-cu əsrlərdən isə bu ənənə bütün Avropaya yayıldı. 20-ci əsrin əvvəllərində isə dəmir yolu və turizmin inkişafı sayəsində bu sistem otellərdə tətbiq olunmağa başladı və beləliklə də bütün dünyaya yayıldı. Mənim qonaqlarıma isə belə bir masa gözlənilməz və qeyri-adi oldu. Onu da qeyd edim ki, bunun da özünə məxsus marağı və əyləncəsi var. Hamı öz boşqabını doldurub süfrədə əyləşdi. Sonradan isə bütün bu qalan yeməklərin hamısı süfrəyə getdi. Beləliklə İsveç sayağı başladıq, Azərbaycan sayağı bitirdik. Maraqlıdır. Bəs görəsən sizin tərcih etdiyiniz süfrə hansıdır? Şərhlərdə sizi gözləyirəm.